Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən indi balığın bastırmasını edəcəm. Bizdə 13-1-də, yəni balıqla toyuğun bastırması eynidir. Eyni hazırlamadır, eyni qaydadır. Sadəcə olaraq bir dənə fərq ondadır ki, balığa duzu bişirəndə vurmaq lazımdır. Amma toyuğa əvvəlcədən vururuq. Deməli, necə hazırlayırıq? Bax, bir çay qaşığı sarıkök, şirin biber tozu, bir çay qaşığı da sarıkök. Məndə sarıkök çox güclüdür dostlar. Orijinalda onu ilə biraz az vuracağım. Siz birə-bir vurun. Çünki belə orijinal sarıkök mənim özümdə 10 ildən bir çıxır əlimə. Deməli dostlar, qarışdırdıq. Bir çay qaşığı sarıkök, bir çay qaşığı şirin biber tozunu vurduq, qarışdırdıq. 2 xörək qaşığı soya sosu əlavə edirik. Bu soya sosu əgər tapa bilməsəz, yəni problem deyil, bunsuz da eləmək olur. Bu 10%-ni təşkil edir cəmi prosesin. Baxın dostlar, 2 xörək qaşığı soya sosu, bir çay qaşığı sarıkök, bir çay qaşığı şirin biber tozu, 2 xörək qaşığı isə soya sosu. Bu eynən bizdə toyuğa, qanada, fileyə, yəni toyuğun bütün hissələrinə işlətdiyimiz deməli bastırmadır. İndi fareli bundan bastırma edəcəm, balıqda da eynidir. Bu da armudun stəkanı balacadır bəndə. Normal armudun stəkanın yarısından lap azca yuxarı su vurdur. Şimdi mən bunu biraz, daha doğrusu yarısından çox. Bax, indi qarışdırırıq bunu. Bizim qızılı rəydə bastırmamız hazırdır. Və bunu dostlar 1 kiloya 2 xörək qaşığı düşür. O belə smaskalayacaq, indi qarışdıracaq bunu ehtiyatla ki balıqlar sınmasın. Biz bunu kistlə, yəni şotqa ilə smaskalamaq deyirlər də yaxmalaya da bilərik, amma mən hesab edirəm ki belə qarışdırmaq, həssas qarışdıra bilən adamlar qarışdırsınlar. Qarışdırsalar daha yaxşıdır. Tuzunu da vururuq dostlar. Tuzunu da vurduq. Yəni çünki mən indi balığın özünü görün düşürür oradan. Verilən görürsünüz, mangal hazırlanır məndə orada köz. Balığı həmən bişirəcəm deyənə indidən tuzunu vurdum. Baxın dostlar, balığı qarışdırırıq bastırma ilə. Bu da sizin üçün balıq kebabının. Yəni sobada da eyni qaydadır dostlar. Yəni bu başdan sizə deyim. Sobadır, fırındır, mangaldır, hamısında bu qayda keçərlidir. Bax belə balığı qəşəng bastırma edirik. Farel balığıdır, bizim ravanın zatasıdır. Şimdi bunu bir dənə həll edeyim. Bastırmasını edeyim. Onları denəm biraz sakit olsunlar. Baxın dostlar, bunu bastırma edəndə bax belə bir rəng alınır. Qoy stola ravan, yavaşca mən kameranı tək ol. Bax belə qızılı rəngdə balıq alınır dostlar. Bunu da indi yağını da vuracağıq. Ən sonda yağını vururuq. Ən sonda. Qarışdırandan sonra dostlar. Bu da duru yağdır. Fərqi yoxdur, simit yağıdır, qarğıdalı yağıdır. Hansı yağdan olursa olsun, heç bir fərqi yoxdur. Əsas odur, duru yağ olsun. Bu qaydada qarışdırdık. Hələ o birisi yağdan da biraz əlavə elə. Çox gözəl alınır. Artıq etməyə ehtiyac yoxdur dostlar. Yaxşıdır. Stola da qoyanda, yəni masaya da qoyanda balığı tareykada ki qoysan xına kimi qızarır. Mən indi hal-hazırda setkaya da düzümünü göstərəcəm. Setkada da sizə göstərəcəm. Baxın belə. Belə soklar alınır, par-parda parıldırlar. Bu bizim setkamız dostlar. Setkanı açırıq və balıqları düzürük. Bu qaydada düzülür dostlar. Çalışın, yəni mangala düzəndə eyni tiplik sokları eyni vaxtda düzün. Eyni tipli olsunlar ki, eyni vaxtda düzülsün ki, yəni məsələn bir qalın bir nazik tikədən qoymayın. Və yaxud başları ayrı elə bir ki bir vaxt deyil. Bir də o qapını bağlada zəhmət olmasa. Başları məsəl üçün ayrı qoymaq olar, quyruğu ayrı. Yəni elə edin ki, eyni dərəcədə bişən hissələri, sokları eyni vaxtda düzün. Bu da çox mühüm bir məsələdir, bişirən vaxtı dostlar. Yəni tikədir də biri qalın olanda, biri nazik olanda qalın bişir, nazik bişir, qalın isə çiğ qalır. Tez götürsən, biri yarımçıq olur, tez götürsən o birisi. Və eyni zamanda dostlar, bunu təkcə belə elədin, setka ilə balığı mangala qoydun deyil. Eyni zamanda biz bunu
Mangalda bişirə-bişirə də yağlayacağıq. İndi isə başlayaq prosesə mangalda. Necə bişdiyini də canlı açıb orada göstərəcəm. Baxın, bu qaydada olacaq. Bax dostlar, belə bir qızılı rəngdə balıq olacaq. Ya Allah, canlıda görüşərik. Bəyənib paylaşmağı unutmayın dostlar.